Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Minəxanım Mamayeva. Samauri ənənəvi milli mədəniyyət üzrə beynəlxalq festival artıq ikinci dəfə Tlərata rayonunun Xidib kəndində keçirildi. Bu dəfə öz milli mədəniyyətlərini Dağıstanlarla yanaşı Stavropol diyarının, Çeçen və İnquş respublikalarının, Azərbaycanın öz fəaliyyət kollektivləri nümayiş etdirə bildilər. Festival çərçivəsində idrak prosesli və ekoloji turizm xarakterli respublika toplanışı, respublika rəhbərinin mükafatı uğrunda Pandurda ifa müsabiqəsi də təşkil edilmişdi. Festivalın təşkilinə Dağıstan rəhbəri Ramazan Abdülətipov özü şəxsən yardımcı olub. Respublika Nazirlər Kabinetinin üzvləri də festivala qonaq olmuşlar. Xidib kəndinin baş meydanında xalq milli mədəniyyət nümunələrindən ibarət sərgilər də təşkil olunmuşdu. Tədbir çərçivəsində Dağıstanın Dağlıq Əraziləri Assosiasiyasının Respublikada milli mədəniyyətin vəziyyəti və inkişaf perspektivləri başlıqlı müşavirəsi də təşkil edildi. Müşavirədə Ramazan Abdülətipov müvafiq mədəni tədbirlərin aktuallığından və onların milli dirçəlişin təminində rolundan söhbət açdı. Festivala qonaq olmuş yaradıcı kollektivlər böyük konsert proqramı ilə çıxış etdilər. Respublika rəhbəri Ramazan Abdülətipov, Şimali Qafqaz İşləri üzrə Nazir müavini Andrey Reznikov, Summa Qrupu Direktorlar Şurasının sədri Ziyavuddin Məhəmmədov və digər rəsmi şəxslərlə birgə Matlas Kurort Turist Kompleksinin inşasının açılışına təkan verəcək ilk təməl daşının qoyuluşu mərasimində iştirak etmişdir. Layihənin tətbiqi çərçivəsində 200 hektarda 16.000 kvadratmetr sahəni əhatə edəcək və 60 nömrədən ibarət olacaq mehmanxana, 2000 kvadratmetrdə bir-birindən aralıqda yerləşəcək 7 villa, tibb mərkəzi, spa kompleks, konqres mərkəz, restoran və digər idman, əyləncə və köməkçi obyektlər inşa ediləcək. Gələcəkdə isə mehmanxana nömrələrini 140-a çatdırmaq planlaşdırılır. Kompleks inşaat işləri 2017-ci ilə başa çatdırılmalıdır. Sahibkarların fikrincə bütün bu kompleks sərf edilmiş xərcləri 10 il müddətinə doğrulda bilər. Qeyd olunan ərazidə dağ xizəyi infrastrukturunun da inşa etdirmək planda var. Bu nadir kompleksin inşası mütəxəssislərin fikrincə hamı üçün sərfəlidir. Rossellxozbankın Dağıstan filialının maliyyə köməyi sayəsində Qayakənd rayonunda tomat istehsalı üzrə pərnik kompleksi inşa olunur. İnvest layihənin ümumi maliyyə dəyəri 60 milyon rubuldan artıqdır ki, onun da 50% bankın vəsaitidir. Artıq kompleksin ilk korpusunun inşası başa çatdırılmaq üzrədir. Bütövlükdə isə pərnik təsərrüfatı 3 sahədən ibarət olacaq. Sosial çərçivəli müəyyən problemlərin həllinə müvafiq inşaat meydançası sözsüz ki, dəstək ola bilər. Dərbənd şəhərində Şərəf Məktəbi başlıqlı sənədli filmin çəkilişinə başlanılıb. Film tamaşaçıların diqqətinə cari ilin sentyabrında təqdim olunacaq. Onun çəkilişi ilə bağlı ideya bir qədər öncə bu qədim şəhərdə Respublika Hökumət sədrinin müavini Dağıstan rəhbəri nəzdində barışdırıcı və razılaşdırıcı komissiyanın başçısı Ramazan Cəfərovun sədrliyi altında təşkil olunmuş Dağıstan terrora qarşıdır forumu gedişində səslənmişdi. Dərbənd şəhər təhsil idarəsinin rəhbəri Nadir Kazımovun sözləri ilə film terrorçular əlindən həlak olmuş hüquq mühafizə orqan əməkdaşlarının xatirəsinə həsr olunur. Burada başlıca məqsəd məktəblilərə vətənpərvərlik ruhunu aşılamaq və ekstremizm, terrorçuluq ideyasının yabançılığını açıqlamaqdır. Film real hadisələr əsasında çəkilir. Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən artıq Mahaçqalada Akuşinski prospektində yerləşən Mariot keçmiş ticarət evi ərazisində kənd təsərrüfat malları yarmarkası keçirilir. Respublika istehsalçıları yarmarkaya
Çox sayda süd və süd məhsulları, meyvə və tərəvəz, ət, çörək məmulatları, bal gətirmişlər. Avqust ayının 16-sından 24-ədək Mahaçqalalılar bazar qiymətlərindən aşağı qiymətlərə ərzaq və kənd təsərrüfatı məhsulları əldə edə bilirlər. Mahaçqalanın Anji futbol komandası qonaqlıqda Krasnoyarskın Yenisey komandasına minimal 0-1 hesabı ilə uduzub. 8-ci turun avqust ayının 24-də keçiriləcək növbəti oyununda Anji öz meydançasında divizyon liderlərindən biri olan Samaranın Krılya Sovetov komandası ilə görüşəcək. Siz son xəbərlərə qulaq asdınız.